Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz 3-11-ci əsrlərdə Azərbaycan mədəniyyəti. Azərbaycan mədəniyyəti. Deməli, əvvəlcə yazıdan başlayaq. Atropatenada Pəhləvi yazı sistemi mövcud idi. Albaniyada, yəni Azərbaycanın şimalında isə 52 hərfli Alban əlifbası yaradılmışdır. Nə vaxt? 5-ci əsrdə. Ümumiyyətlə, Alban yazısının olmasını sübut edən iki əsas dəlil var. Deməli, 3-cü əsrdə Romaya yazılmış məlumat və 5-ci əsrdə fərman, Alban dilində fərman. Bunlar sübut edir ki, Alban yazısı mövcud olmuşdur. Musa Kalankatlı məlumat verir. Yazısı olan xalqlar bunlardır. Yəni, indi əlbəttə ki, çoxdur. Sadəcə Musa Kalankatlının verdiyi məlumatı diqqətinizə çatdırırıq. Yəhudilər, Romalılar, Yunanlar, İspanlar, Midiyalılar, Albanlar. Bunlar yazısı olan deməli, xalqlardır və ya dövlətlərdir. Deməli, ərəb əlifbasından istifadə olunub ərəblər gələndən, yəni 7-ci əsrdən ta 20-ci əsrin əvvəllərinə qədər ərəb əlifbasından istifadə olunub. Keçirik memarlığa. 3-7-ci əsr Azərbaycan memarlığı. Biraz əzbərə dayalı deməli məlumatdır. Ona görə çox xahiş edirəm. Həm diqqətlə dinləyin, izləyin və kitabdan da təkrarlayın. Sədlər, Dərbənd, Şirvan, Samur sədləri. Bunlar sədlərdir. 3-7-ci əsrə aiddir. Mehrevan qalası, Qaxda Torpaq qala, Dərbənddə Narın qala, İsmaildə deməli Cavanşir qalası, Şabranda Çıraq qala, Ağdərədə Çarapkert qalası, Ağdamda Govur qala və Qazaxda Yuxarı Əskipara qala kompleksi. Bunlar qalalardır. Sonra keçirik məbədlərə. Laçında Ağoğlan məbədi, Şəkidə Kiş məbədi, Eçmədzində, yəni 3 kilsədə Göy mələkləri məbədi, bunlar məbədlərdir və bir də Xocavənd rayonunda Amaras monastırı ki var, o da bu məbədlər sırasına daxildir. Deməli, erkən orta əsrlərə aid biz ərsaq sözünü görürük. Ərsaq, sak əri, sak igidi deməkdir. Ermənilər bunu özünkiləşdirib arsaq adlandırırlar. Heç bir adiyyatı yoxdur. Ərsaq, yəni sak əri deməkdir. Ermənilərin işi peşəsi Azərbaycanın qədim mədəni irsini özünkiləşdirmək, saxtalaşdırıb özünə şamil etməkdir. 7-8-ci əsrlərin ərəb dövrünə aid Azərbaycan memarlığına baxdıqda isə burada 3 əsas memarlıq nümunəsini görürük. Deməli, Bərdədə Tərtər çayı üzərində körpü, amma Bərdədə yerləşir. Şamaxıda Cümə məscidi var. Bir də Tiflisdə hamam kompleksi var. Bunlar nə vaxta aiddir? 7-8-ci əsrlərə ərəb dövrü Azərbaycan memarlığına aiddir. 9-11-ci əsr memarlığına baxaq. Lerikdə Oğlan qala, Naxçıvanda Əlincə qalası. Əlincə qalası 9-cu əsrə aiddir. Unutmayaq, Naxçıvanda yerləşir. Şamaxıda Sündü məscidi 920-ci ilə aiddir, yəni 10-cu əsrin 1-ci rübünə. Deməli, Cəbrayılda Xudafərin körpüsü 1027-ci il, biz buna nə deyirik? Şimallı, Cənubi Azərbaycanı birləşdirən körpü. Və deməli, Gəncə qapıları da 1063-cü ilə aiddir. Bunun haqqında da informasiyalarımız ötən dərslərimizdə var. 2010-cu ildə Gəncə qapıları UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Dəyərli yoldaşlar, bu dövrün, ərəb xüsusən dövrünün yazısı Küfi xətti idi. Küfi xətti ilə kitabələr yazılırdı. Deməli, burada Bərdə şəhəri haqqında da məlumat var. Bərdə şəhəri bu yerlərin Bağdadı da adlandırılırdı elə mənbələrdə. Xalçaçılıq. Xalçaçılıq haqqında Azərbaycan bilirik ki, xalçaçılıqda dünyada, Avropada məşhurdur və xalçaçılıq haqqında biraz daha dəqiq təfsilatı ilə sizə informasiya verim. Deməli, Xosrov Ənüşrəvanın adına Xosrovun Baharı xalçası var. Bu Xosrovun Baharı xalçası 4 fəsil adlanan Təbriz xalçaları sırasına aiddir. Yəni, Təbriz xalçaları 4 fəsil adlanırdı və o nümunədə Xosrovun Baharı xalçasını göstərə bilərik. Məxfur xalçaları.
Məxfur xalçaları harda idi? Mərənddə, Təbrizdə, Ərdəbildə. Bu haqda kim məlumat verir? Əl-Məsudi. Əl-Məsudi məlumat verir ki, məxfur adlı xalçalar Mərənddə, Təbrizdə və Ərdəbildə istehsal olunurdu. Musa Kalankatlı da məlumat verir. Deməli, Azərbaycan xalçaları haqqında Hüdud Əl-Aləm adlı naməlum bir mənbə var. Hüdud Əl-Aləm, o da Azərbaycan xalçalarının haqqında məlumat verir. Əl-Müqəddəsi. Əl-Müqəddəsi nə deyir? Deyir ki, Qarabağ, Bərdə xalçaları var. Deməli, Qarabağda və Bərdədə xalça istehsalı haqqında Əl-Müqəddəsi məlumat verir. Əl-İstəxri. Əl-İstəxri tamam fərqli bir məlumat verir. Deyir ki, qızılı boya var, istehsal olunur buralarda. Əl-Müqəddəsi və Gövhəl isə, yəni bu ikisi Əl-Müqəddəsi və Gövhəl isə məlumat verir ki, al-qırmızı boya istehsal olunur. Deməli, 3-11-ci əsr Azərbaycan mədəniyyətinə davam edirik. Kitab-ı Dədə Qorqud haqqında, bu dastan haqqında sizə növbəti slaydımda geniş məlumat verəcəm. İzləmədə qalın, dəyərli yoldaşlar.